Allah Mahirə rəhmət eləsin. Mahir çox cəngavər oğlanın biridir. Həddən artıq elə bir cəngavər oğlan idi. O 45 nəfərin içərisində demək olar ki, ən ürəkli, ən qəhrəman, ən qorxmaz oğlanlardan biriydi. Allah cəmiyyət şəhidləri rəhmət eləsin. Biz döyüşə girəndə o hamıya öyrəd nəsihət verirdi ki, qorxmaq lazımdır. Biz erməniyə qalib gəlməliyik. Gəldik də biz alınmaz bir qalanı axşam saat 5-dən səhər saat 7-ə qədər ancaq Mahirin səsi gəlirdi ki, irəli. 7 kəndi aldıq, durduq. Hala ermənilərə də söyürdü. Söyə də biz istədiyimizə nail olduq. Ancaq indi əfsuslar olsun, o vaxtlar belə deyildi. Biz 15 gün, 20 gün o həmən kəndi saxladıq. Necə lazımdır. Biz xəbər də verdik ki, biz bu işi görmüşük. Düzdür. Ondan başqa da rəhmətli Şirin Mirzəyev vardı, Ağdam qəhrəmanları da vardı, Zakir Hüseynov var idi orada, Xaqani var idi. Onlar da yaxşı döyüşçülər idi. Bir yerdə qışqırdılar ki, Mahir şəxsən qabaqda gedirdi ki, bir dənə olsun ki, biz geri söhbəti ola bilməz. İrəlidə gedirdi, özə qışqıra. Biz deyirik ki, Mahir gözlə, deyir, yox, mən sinəmlə getməliyəm irəli. Sinəmlə. Patronu qutarırdı. Ermənilər bütün nə qədər texnikaları var idi.